Salam aziz abituriyentlər. Bu videom bu il 4-cü qrupa hazırlaşıb gələcəyin həkim olmaq istəyən abituriyentlər üçündür. Əziz abituriyentlər, əgər siz tibb ixtisasına qəbul olub gələcəyin həkim olmaq istəyirsinizsə, bu il ciddi şəkildə, sistemli şəkildə dərslərinizi hazırlaşmalısınız. Çünki 500, 550, 580, hətta 600 balla tibb ixtisasına qəbul olma şansınız çox azdır. Ən azı 630 baldan yuxarı bal toplamalısınız ki, tibb ixtisasına qəbul olma şansınız çox olsun. Çalışın ki, hətta 670, 680, 660 və s. kimi ballar toplayın ki, tibb ixtisasına qəbul olma şansınız daha da çox olsun. Ona görə də son olaraq sizə tövsiyəm, ciddi şəkildə oturun, sistemli şəkildə dərslərinizi oxuyun və gələcəyin mükəmməl, yaxşı bir həkimi olun.